Bu ölkədə nələr baş verir? Anasının, bacısının əmcəyini kəsənlər gəlib polis rəisləri olur. Hamı bilir də, polis rəislərinin hamısı şərəfsizdir. İndi sizə Qax rayon polis şöbəsinin rəisi Vidadi Qurbanovun öz bacısını başqa bir kişi ilə yatağa soxub və bunun nəticəsində də pillə-pillə vəzifədə yüksəlib polis rəisi olmasından danışacağım. Tam gerçək faktlardır. Hazırda TV Müsavatın rəhbəri Rauf Arifoğlu illər öncə qatı müxalifətçi idi. Hakimiyyət onu ələ alıb sındıra bilmirdi. Yanına Sevinç Qurbanova adlı Sevinç Telman qızı ki, biz jurnalisti işçi kimi soxurlar. Bu Sevinç Telman qızı da hazırda Qax polis rəisinin rəisi olan Vidadi Qurbanovun bacısıdır. Daha sonra Sevinç Qurbanova özünü Rauf Arifoğlu'nun gözünə bir qadın kimi də soxa bilir. Sonra polisdə əməliyyat qururlar. Vidadi Qurbanov öz bacısını hazırlayır və Rauf Arifoğlu ilə yatağa soxur, münasibət qururlar. Və Rauf Arifoğlu'nun intim görüntülərini çəkirlər. Bundan sonra şantaj edirlər. İllərlə sınmayan, İlham Əliyevi tənqid edən Rauf Arifoğlu sınır və olur hakimiyyətin köpəyi və başlayır həm Sevinç Telman qızı, həmçinin də Rauf Arifoğlu TV Müsavat şər yaymağa və Sevinç Qurbanova familiyasını silir, yerinə atasının adını yazır ki, polis rəisi qardaşının adı ilə əlaqələndirilməsin, yaxınlığı bilinməsin və o vaxtı polisdə sadəcə polis nəfəri olan Vidadi Qurbanov yavaş-yavaş vəzifədə artırılır. Əvvəlcə gəlir Nərimanov rayon narkotiklərə qarşı mübarizə idarəsinin rəisi, 2019-cu ildə isə Qax rayonuna polis rəisi göndərilir. Bax belə. İndi bilin, görün, sizə efirlərdə xəbər oxuyanlar, Sevinç Telman qızılar hansı şərəfsizdir və onun qardaşı vəzifəyə gəlmək üçün öz bacısını belə başqası ilə yatağa soxa bilibdir. Xahiş edirəm bu videonu da bəyənin, paylaşın, hər kəs görsün, izləsin, bu insanların sifətinə tüpürsün.